Bir vatandaş kimi, bir insan kimi, ictimai fəal kimi, bir aksaqqal kimi mən də öz fikrimi bildirmək istəyirəm ki, bu insanlar düzgün düşünməlidir ki, polis dövlətin sütunudur. Azərbaycan polisinə şər atmaq lazım deyil. Kəlbəcər sakinindən ölkə rəhbərliyinə müraciət. Media məkanında vətəndaşların səsini operativ və obyektiv şəkildə işıqlandırmaq əsas peşə prinsiplərimizdəndir. Bu baxımdan Kəlbəcər rayon sakini Əlzamin Mamedovun ölkə rəhbərliyinə və daxili işlər orqanlarına ünvanladığı diqqət çəkən müraciəti təqdim edirik. Əlzamin Mamedov Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirərək bildirir. Azərbaycan polisinə şər atmaq lazım deyil. Dünyada Vilayət Eyvazov kimi daxili işlər naziri yoxdur. Vətəndaşın bu səmimi mövqeyini və haqq səsini Media TV, Azmedia və goldmedia.az saytı olaraq möhtərəm Prezident İlham Əliyevə və Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazova çatdırmağı özümüzə borc bilirik. Dövlətə diliyə sədaqətlə xidmət etmək, xalqın səsini lazımlı məqamlara ucaltmaq media qrupumuzun peşə borcudur. Mən Mamedov Əlzamin Yusuf, Bərdə rayon Mərədali kəndində yaşayıram. Kəlbəcər rayonundan keçmiş məcburi köçkünəm. Mənim ümumi çıxış etməkdə məqsədim son vaxtlar sosial şəbəkələrdə bəzilərinin rayon polis əməkdaşlarının qarayama kampaniyası aparması mənim fikrimlə xoşa gələn deyil. Bir vətəndaş kimi, bir insan kimi, ictimai fəal kimi, bir aksaqqal kimi mən də öz fikrimi bildirmək istəyirəm ki, bu insanlar düzgün düşünməlidir ki, polis dövlətin sütunudur. Necə olur ki, birinlə dalaşanda, bir problemin olanda, bir yerə gedə bilməyəndə dərhal polisi çağırırsan, hörmətli polislərimiz gəlir, həmin hadisə yerinə. Onda bunlar yaxşı olur, amma belə də kimsə ağlı kəsən bir söz deyir kimi tez ona qarayaqma nə yaxşı olur. Azərbaycan polisinə ləkə yaxmaq lazım deyil. Bəlkə də deyərdim ki, yeganə dünya səviyyəsində də nazir, hörmətli Vilayət Eyvazovdur ki, 3 gün, 2 gün oturur, 3 gün, 400 adamı qəbul edir. Və probleminin 90%'i onlar nasıl olanlar, 90%'i yerində həll olur, 5-10%'i də aidiyyatı üzrə diğer tərəflərə göndərilir. Mən Kəlbəcər rayonuna sahibkar kimi gedib gəlirəm, oraya gedib bilmişik. Mən Tərtər yolunda, Ağdam yolunda, Xocalı, Laçın, Şuşa, Xankəndi, Kəlbəcər polislərinin rastlaşırıq. Həqiqi mənada sənədlərə baxandan sonra o qədər səmimi qaydada, o qədər insani qaydada yaxşı yol, uğurlu yollar deməsi, nə qulluq edək deməsi danılmaz faktdır. Evde 5 uşaq olur, biri narkoman olur, biri alkaş olur. Bu təbii 5 uşağın üçün tərbiyə eləmək olmur, bu məlumdur. Necə olur ki, bu boyda polis idarə olur özdə layiqincə, layiqli. Mən ümidvaram ki, bəzi kütləvi informasiya vasitələri qarayama kampaniyalarına son qoyacaq, Azərbaycan polisini ləkələməkdən əl çəkəcəklər. Onlar içində nöqsanı olan da olar. Bəli, Cənab Nazirimizdən diqqətinə də həmin nöqsanı olanı çatıranda neçəsi işindən azad edir. Bu danılmazdır, bu reallıqdır. Mən Bərdə rayonunda yaşayıram. Yaşadığım üçün Tərtərlərdə məlumatım var. Əgər gəl statistikaya baxan, məlumata baxan, necə olur ki, əvvəlki rəis bunu danılmadan deyilən, işləyən vaxtı bir ildə nə qədər narkotik maddə tutulub, amma dünənlərin 4 kilo tutulub. Bunu qiymətləndirmək lazım. Bərdədə artıq yoxdur. Bunu bilmək lazımdır, bunu qiymətləndirmək lazımdır. Bunu qiymətləndirməyən, Azərbaycan polisinin başı ağrıyanda çağıran, indi ona qarayaqma kampaniyasına başlayır. Bu yaxşı hal deyil. Olsa da biz polisimizi, dövlətimizi sevirik. Sevəcəyik də. Ömrü boyu üzlərində müxalifət olubdur, bugün də var, səhər də olacaq. Amma müxalifət də ol, nə olursa ne ol, reallıqdan qaçma. Həqiqətidir. Problemi olduğu kimidir. Amma bu günlərin gedib başın sıxışanda çoxu evdə arvadına gücü çatmayıb. Gəl mənim evdən öldürürlər, uşaqlarım böyür evdən çıxardırlar, polisə qaçan şəxslər. Telefonun arkasında nərə dönüb şəhərlər yazırlar, çıxışlar edirlər. Mən üzümü tutaraq ölkəmizin prezidentinə, cənab prezidentimiz
hörmətli nazirimiz Ləyət müəllim, o deyilənlər boş xülyalardır. Bunu siz də bilirsiniz, biz də biz vətəndaşı bilirik. Biz sizlərə inanırıq. Azərbaycan polisinə eşq olsun. Yaşasın Azərbaycan dövlətimizin əvəz edilməz prezidenti İlham Əliyev cənabları. Yaşasın Azərbaycan polisi, yaşasın Azərbaycan ordusu. Kim istəyirsə Allah onu istəsin, kim istəmirsə Allah öz layığını versin. İnşallah da verəcək. Yaşasın bir də Azərbaycan polisi.